Doğru ətir seçmək sadəcə qoxuya deyil, ona olan münasibətimizə də bağlıdır. Çünki bizə ən uyğun ətir özümüzü ən yaxşı hiss etdiyimiz ətirdir. Bəzən bir qoxu bizi illər əvvəl aparır, bəzənsə yeni xatirələrin başlanğıcı olur. Bir damla qoxu bir kitablıq xatirədən daha güclüdür. Ətir dünyası təkcə xatirələrlə bağlı deyil. Hər dəfə yeni bir ətir alanda bizi eyni sual düşündürür. Qoxusu nə qədər qalıcıdır? Tez-tez soruşurlar, parfüm alanda da yəni deyirlər, neçə günlük qalır da, qalıcığı nə qədər, 1-2 gün qalar. Ümumiyyətlə bu düzgün deyil. Parfüm sizin üstünüzdə 1-2 gün qalmamalıdır. O nə dərəcədə kimyəvi bir şey olmalıdır ki, sizin üstünüzdə 1-2 gün qalsın. O düz deyil. Parfüm maksimum 3-5 saat ərzində işləməlidir. Ondan sonra onun sonuncu notları qalır. Ətir yalnız xarici görünüşü tamamlamır, eyni zamanda daxili gücü və xarakteri əks etdirir. Hər bir ətir insanın fərdiliyini və özünü ifadə etmə tərzini simvollaşdırır. Bəs görəsən şəhər sakinləri ətir seçərkən nələrə diqqət edir? Ətir seçərkən adətən onun qoxusuna, yayıcılığına, yəni şlifinin güclü olub-olmamağına, yay fəslində çox tünd, qabarıq ətirlərdən istifadə edirlər. Bu biraz qıraqdan xoşa gəlməz, yəni belə deyək də, bir ab-hava yaradır biz, yəni insanlar tərəfindən. Hər fəslə uyğun, yəni ətirdən istifadə olunsa çox gözəl olar fikrimcə. Qalıcılığı uzun ömürlüdürsə ətir çekilir. Ətir seçərkən daha çox həmişə sərin iyli olmasına diqqət edirəm. Çünki şirin iylər daha çox insanları boğur və onları narahat edir. Ətirin cazibədarlığına, qoxusunun yaxşı olmalı. Mən adətən şirin ətirlərdən istifadə eləmirəm. Tünd də deyil də, turş ətirlərdən istifadə edirəm. Ətir seçərkən adətən qalıcılığı, şlefi, mövsümə uyğun olmağı, qiyməti. Qalıcılığına və ətirin qoxusu mənim üçün daha önəmlidir. Ətirin əsasən ağır qoxmamağına, daha sərin qoxulara üstünlük verirəm. Ətrin qalıcı olması onun tərkibindəki əsas notlardan, dəri tipindən və hətta hava şəraitindən asılıdır. Bəzi ətirlər sürətlə buxarlanır, bəziləri isə saatlarla öz təsirini qoruyur. Doğru seçimi etmək üçün isə onun quruluşunu və istifadə qaydalarını bilmək vacibdir. Parfümü geyinmək lazımdır. Parfümü geyinmək nədir? Yəni onu üstünüzə bax belə vurursunuz, o sizin üstünüzə oturmalıdır. Bu parfüm geyinmək deməkdir. Saxlama şəraiti sizin parfümünüz normal bir temperaturda olmalıdır. İsti görməməlidir, soyuq da görməməlidir. Bir də əgər siz parfümü açmısınızsa, istifadə eləmişsinizsə, onun müddəti 1 ildir. Əgər parfüm açılmamış vəziyyətdədirsə, 3-4 il ərzində siz onu saxlaya bilərsiniz. Barkod rubrikasının daha bir buraxılışının sonuna gəldik. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Hələlik.